Salam, hörmətli tamaşaçılar, Nadir Televizyonun izləyiciləri, hər birinizi salamlayıram. Bugünkü qonağımız ikinci dəfə olaraq yenə də üst tutduğumuz Razım müəllimdir. Razım müəllim, siz Qubadlıda, doğma Qubadlımızın uzun müddət vəzifədə işləmişsiniz və ziyalılarımızın birisiniz. Həm elmi cəhətdən yaxşı bilirsiniz, həm tarixi cəhətdən bilirsiniz, həm də vəzifədə olmuşsunuz rayonumuzun mərd-oğullarını, qəhrəmanlıqlarını hamısını deyərəm ki, bilirsiniz də. Buyurun, zəhmət olmuşsa bunlardan, bildiklərinizdən biz də yaradanaq. Hər vaxtınız xeyir, Talih TV-nin izləyiciləri. Bugünkü söhbətimizdə Qubadlı rayonundan bəhs edəcəyik. Qubadlı Azərbaycanın cənub-şərqində yerləşən rayonlardan biridir. Zəngin təbiəti vardır. Mərd insanları, zəhmətkeş, döyüşkən insanları vardı. Bu rayonun meşəsi, çayları, zəngin torpaqları, bol məhsul götürməyə yararlı zəngin təbiəti vardı. Qubadlı rayonunda 93 yaşayış məskəni mövcud idi. 93 yaşayış məskəninin biri Qubadlı şəhər, Qubadlı rayonunun mərkəzi, qalan kəndlər isə Topağac yüksəkliyinin ətəklərində olan Başarat kəndindən tutmuş, ta Ermənistanla sərhəddə olan Şirnuxu kəndinə qədər, qərb zonasında olan Şirnuxu kəndinə qədər uzanıb gedirdi. Şimaldan Qubadlını Laçın rayonu, qərbdən 120 kilometrə yaxın bir məsafədə Ermənistan, indiki qərbi Azərbaycanın, qərbi Zəngəzurun əhatəsində yerləşirdi. Vaxtı ilə Zəngəzur bütövlükdə Ermənistana verilmişdi. Sonradan Şərqi Zəngəzur ayrılaraq ayrıca Qubadlı ilə birlikdə Azərbaycanın rayonlarından daxil olunmuşdu sırasına. İnzibati bölgü kimi Qubadlı rayonu 1930-cu ildə yaradılmışdı. 30-cu ildə yaranmış rayonun bir müddət fəaliyyət göstərdikdən sonra həmin rayon Zəngilanla birləşmiş, sonra 33-cü ildə yenidən müstəqil rayon kimi fəaliyyətə başlamışdır. Rayonun ərazisindən iki bol sulu çayın axması və münbit torpaqları burada yaşayan əhalinin güzəranının yaxşılaşmasına, bol məhsul istehsal olunmasına, çayda su mənbəyi kimi istifadə olunmasına, suarma işlərində istifadə olunmasına məhsulun artımının zəmini idi. Qubadlı rayonunun meşə sahəsi vardı, yasaqlıq vardı və bu ərazilərdə zəngin əqiq yatağı mövcud idi ki, bu yataqdan əqiq yataqları məlumdur ki, kimya sənayesində geniş istifadə olunur, zərgərlikdə geniş istifadə olunan, hələ istifadə olunmamış yataqlar idi. Bundan əlavə, orada mərmər yatağı vardı, Başarat zonasındakı Amuduq kəndinin yaxınlığında belə bir böyük dağ vardı, ağ mərmər yatağı vardı. Müharibədən əvvəl bu zənginliklərdən istifadə edilməyə cəhd göstərildi, layihələr hazırlandı. Lakin müharibənin erməni təcavüzü başladığına görə bu işlər yarımçıq qaldı. Rayon kənd təsərrüfatı rayonu idi. Burada taxılçılıq, üzümçülük, baramatçılıq, tütünçülük sahələri inkişaf edirdi. Cəmaatın məşğuliyyəti bu məhsulların istehsalı ilə idi. Meşə ətəyində yerləşən dağlıq təsərrüfatlarda tutmuş, aran hissədə yerləşən kəndlərdə heyvandarlıqla geniş məşğul olunurdu. Heyvandarlığın sənaye təməli üzərinə keçirilməsi bol ət, süd məhsullarının istehsalına şərait yaratdı. Ümumiyyətlə, kənd təsərrüfatının sürətli inkişafı rayonda 70-80-cı illərdə məhsuldarlığın artırılması, yeni mütərəqqi əmək növlərinə keçirilməsi,
icarə podratının tətbiq olunması cəmaatın kənd təsərrüfatı işlərinə geniş şəkildə cəlb olunmasına şərait yaratdı. Və bunun hesabına da cəmaat gəliri artımı hesabına yaxşı evlər tikdilər, güzaran düzəltdilər özlərinə. İş yerləri çox açıldı və bunun hesabına rayon yüksəlişdə idi. Lakin sonradan 80-ci illərin axırlarında ermənilərin Azərbaycan torpaqlarına iddiası, Azərbaycana təcavüzkarlığının boy verməsi rayonun böyük çətinliklərlə üzləşməsinə səbəb oldu. Bu, onunla əlaqədardır ki, Dağlıq Qarabağ məsələsi deyilən məsələ, yəni Qarabağın bir hissəsinin ermənilər tərəfindən zəbt olunmasına gələn separatçılıq hərəkatı gücləndikcə Ermənistanın və erməni diasporasının müdafiəsi ilə, onlara dayaq durması ilə başlanan müharibə artıq geniş miqyas aldı. Və bizim kəndlərə də, Ermənistanla sərhəddə olan kəndlərdə, o vaxtki Hadrut rayonunun ərazisindən kəndlərimizə hücum olunması ilə bağlı, kəndlərin əhalisinin yaşadıkları yerin təcavüz nəticəsində yandırılması, dağıdılması, əhalinin tələf edilməsinə, girov götürülməsinə şərait yaradılması ona istiqamətlənmişdi ki, o vaxtki Dağlıq Qarabağla Azərbaycanın o Şərqi Zəngəzur zonasında yerləşən ərazisi Ermənistanla Qarabağın arasında yerləşdiyinə görə burada həyat çətinləşməyə başladı. Hər iki tərəfdən təcavüzə məruz qalırdı bizim əhali. Buna görə də belə bir halda əhalimizin cavanlardan, əli silah tutan adamların hamısı əhalinin ərazinin müdafiəsinə qalxdılar. Gecələr keşik çəkir, postlarda dayanır, növbə ilə gündüz kənd təsərrüfatı işlərini yerinə yetirir, planları ödəyir, güzəranlarını yaxşılaşdırırlar. Belə bir şəraitdə xeyli müddət döyüş şəraitində qüvvətli fəaliyyət göstərdi. O vaxta qədər ki, 5 ilə yaxın bir müddətdə hər iki tərəfdən, həm Azərbaycanın daxili hissəsindən, Qarabağdan atəşlərə məruz qalırdı, həm də Ermənistanın Gorus, Qafan rayonlarının ərazisindən atəşə məruz qalırdı. Girovlar götürürdülər. Sərhəddə yaşayan o kənd zəhmətkeş adamlarının sərhəddə mal-qara dalınca getməyi, meşəyə çıxmağı ilə bağlı bir də gördün ki, adamlarımızı girov götürürdülər. Əlac ona qalmışdı ki, nə qədər biz hakimiyyət orqanlarına şikayət eləsək də, nə qədər müdafiəni möhkəmləndirsək də, yenə belə hallar baş verirdi. Əlac ona qalmışdı ki, biz də əks tədbirləri görüb girovları dəyişdirək. Quvadlıya təcavüz olunan ilk vaxtlardan, ilk şəhid verilən 1988-ci ilin noyabr ayından ta 93-cü ilin avqust ayının 31-nə qədər keçən müddətdə bizim Ermənistan tərəfdə nə bir girovumuz, nə bir meydimiz, həlak olmuş adamımız yox idi. Bunlara yol verməmək üçün rayonda müdafiə qərargahı yaradılmışdı. Bütün cavanlar bu işə cəlb olunmuşdular. Quvadlının müdafiəsinin təşkilində iştirak edən cavanlarımızdan elə o vaxt çoxlu şəhidlər verilmişdi. Və bunların içərisindən indi də Respublikada bəlkə də əhalinin sayına görə xüsusi çəkisi daha çox olan milli qəhrəmanlarımız var. Bu qəhrəmanlardan ilk qəhrəman elə ilk batalyonun, müdafiə dəstəsinin yaradıcısı Əliyar Əliyev rəhmətli, ondan sonra Ələkbər Əliyev, Atakişiyev Aslan, Kərəm Mirzəyev, Vasili Əliyev, Bəylər Ağayev, sonra Səfa Axundov,
və başqaları Qubadlının müdafiəsində canlarını əsirgəmədilər. Ümumiyyətlə, Qubadlı gəncləri təkcə Qubadlının özündə yox, Respublikanın başqa rayonlarında da. Məsələn, Tərtərdə Kazım Ağa Kərimov şəhid oldu, milli qəhrəman adına layiq görüldü. Səfa Axundov Şuşaya təyyarəçi idi, vertolyotda, vurulan vertolyotda şəhid oldu. Belə oğullarımızın sayı çox idi. Bir qismi Şuşa-Laçın yolunun bağlanması uğrunda gedən döyüşlərdə şəhid oldu. Bunların hamısının amalı vətən torpağını qorumaq idi. Qubadlı İnzibati ərazi bölgüsünə 1930-cu ildə verilmişdi Qubadlıya rayon statusu. Ondan əvvəl o Gəncə quberniyasına daxil olan ərazilərdən, sonra isə Zəngəzur qəzasına daxil olmuşdur və s. Qubadlının ən çox tarixi abidələri maraq doğuran bir cəhətdir. Qubadlı tarixi abidələri həm Respublika əhəmiyyətli tarixi abidələri var, həm də rayon əhəmiyyətli tarixi abidələri mövcuddur. Daş dövründən tutmuş, Tunç dövrünə, ondan sonraki dövrlərə aid olan abidələr, türbələr vardı. Türbələrin bir çoxu Yazı düzündə, Dəmirçilər, Poladlı kəndlərinin ərazisində, sonra Alqlı uşağının ərazisində, Balahəsənlidə və s. yerlərdə belə qalalar və mağaralar Muradxanın ərazisində vardı. Əhalinin sığınacaq yerləri kimi bu qədimdən, ta qədimdən belə yerlərdən istifadə olunurdu. Qubadlıda zəngin mədəniyyət tariximizi əks elətdirən tarix diyarşünaslıq muzeyi təşkil olunmuşdur. Qəbrüstü abidələr vardı, qoç heykəllər, at heykəlləri kimi heykəllər vardı ki, bunlar ta qədimdən, hələ İslam dövründən qabağa gedən bir tarixə malik idilər. Hələ rayonda işlədiyim dövrdə Qubadlının ərazisindən keçən qalalar sistemini görmüşdüm. Ümumiyyətlə, qalalar sistemi haqqında demək istəyirəm ki, Azərbaycanın bütün ərazisində qalalar sistemi mövcud olmuşdur. Bu qalalar sistemi bir-biri ilə bağlı, zəncirvari bağlılığı ilə seçilirdi. Çünki Dədə Qorqud dastanında deyildiyi kimi, qalalardan rabitə vasitəsi kimi də istifadə, həm müdafiə vasitəsi kimi, həm də rabitə vasitəsi kimi istifadə edirdilər. Bunun sübutu ilə bağlı onu deyə bilərəm ki, Azərbaycana Şimali Qafqazdan gələn fransız Ata Düma Azərbaycanlılar haqqında deyirdi ki, Dərbənddən Xəzər sahilindən, yəni Qaradənizə qədər olan məsafəni qalalar sistemi ilə birləşdirildiyindən burada informasiyanı 6 saat müddətinə Qaradəniz sahilinə çatdırmaq, Xəzərdən Qaradəniz sahilinə çatdırmaq mümkün olurdu. O, Bestujin Marilenskiyə yazdığı məktubunda göstərirdi ki, teleqrafın olmadığı bir dövrdə, hələ mövcud olmadığı bir dövrdə belə informasiya sürətini necə həyata keçirildiyi indi də məlum deyil. Əslində isə bu Kitab-ı Dədə Qorqudda deyildiyi kimi qalaların bir-birinin görünüş dairəsində olan qalaların üzərində yandırılan tonqallarla həyata keçirilirdi. O vaxt məlumdur ki, Azərbaycanın ərazisinə hər hansı bir tərəfdən təcavüz olunardısa, bu təcavüzün qarşısını almaqdan ötürü silahlı dəstələr mövcud deyildi. Ordu mövcud deyildi. Ancaq ayrı-ayrı xanlıqların, bəyliklərin, yaşayış yerlərinin adamları, regionların adamları silaha sarılıb döyüşə qadir olan adamlardan ibarət dəstələr mövcud idi. Əgər tutaq ki, hər hansı bir tərəfdən təcavüz gözlənirdisə, sərhəd zonasında olan
bir qalaçadan tonqalı yandırırlar. Bu tonqallar bir-birinə ötürülərək Azərbaycanın içərisinə qədər uzanırdı. Bu uzanma yerdə səfərbərliyin yaranmasına, döyüş qabiliyyəti olan insanların tez bir zamanda operativ şəkildə müdafiəyə hazır vəziyyətə gətirilməsinə şərait yaradırdı. Belə qalalar sistemindən biri Qubadlının ərazisindən keçirdi. Mən rayonda işləyən vaxtı həmin qalalar sistemini bir-bir gəzib, o qalalar sisteminin bir-birinə bağlanan ərazisini müəyyən eləyə bilmişdim. Bunlardan bir qala bizim kəndin qarşısında yerləşirdi. Ona görə birinci dəfə oradan baxdım ki, ikinci qala görükür. Və bununla müəyyən elədim ki, qalaların görüş dairəsində olması prinsipi ilə asanlıqla müəyyən eləmək olur ki, bu qalalar hardan başlayıb, hara gedir. Sonra müəyyən elədim ki, Cənubi Azərbaycanın Qarasu çayının, Arazda tökülən Qarasu çayının ərazisindən Füzuli rayonunun, indiki Füzuli rayonunun ərazisinə keçən yerdə bir türbə olmuşdur. Müdafiə türbəsi olmuşdur. O türbədən sonra davamı Cəbrayılın Sirik kəndinə gəlir. Oradan bizim Qubadlı rayonunun ərazisində yerləşən, Həkəri çayının şərqində yerləşən Gəyən düzünə gəlir. Gəyən düzündən Yazı düzünə, Yazı düzündə olan Saray kəndinin başı üzərindəki bir qalaya gəlir, çıxır. Bunlar hamısı bir-biri ilə görüş məsafəsindədir. Yəni birində od qaladıqda, o biri qalalardan bunları müşahidə eləmək, bir-bir ardıcıllığını müşahidə eləmək. Ola bilir ki, məsələn, birinci qaladan ikinci qala, sırayla gələn ikinci qala o müşahidənin təsiri altında məlumatı qəbul edirdi. Üçüncü qala görünməz, birinci üçün görünməz yerdəydi. Amma ikincidən üçüncüyə, üçüncüdən dördüncüyə olan bir-biri ilə görünmə məsafəsində olan qalalar sistemi buradan gəlirdi. Saray kəndinin ərazisinə, Saray kəndindən Poladlı dəmirçilər, Poladlı kəndinin başının üzərində belə qalalar vardı və oradan Xocamsaqlı kəndinə, Xocamsaqlı kəndindən isə Çardaqlı kəndinin qarşısında olan Qızılqaya adlanan yerə gəlib çatırdı. Buradan sonra isə həmin qala sistemi informasiyanı Qərbi Zəngəzurun ərazisində olan Qurtqala kəndindən qarşısında olan bir hündürlükdə, sonradan meşənin içərisində meşə ilə örtülmüş bir qalaya verilə bilirdi. Buradan isə Zəngəzurun ərazisindən keçərək Naxçıvana, Naxçıvandan isə Türkiyə sərhəddinə qədər bu qalalar sistemi gedib çıxırdı. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu qalalar sisteminin hər birini mən müəyyən edərkən o görüş istiqamətində, görüş dairəsi istiqamətində o prinsipinə yanaşdım. Ancaq sonradan bir xəritə əlimə keçdi. Bu xəritədə həmin qalaların üstü ilə keçən bir sərhəd xətti müəyyən elədim. O, həmin qalalar sistemini keçdiyi yer Sak dövlətinin, o vaxt eradan qabaq 1-ci əsrə aid olan Sak dövlətinin yerləşdiyi ərazi ilə müəyyən olunurdu. Bu ərazi indi də Saklar da ki, bilirsiniz, türklərdir, qədim türk tayfalarının bir qoludur, köküdür, işquzlar da deyirlər onlara. Bu ölkənin tarixinin bir hissəsi bizdən keçir. Bunlar bərpa olunsa əgər Azərbaycanın turizmə yaraşan, turizmə mövcud turist marşrutlarının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb eləyə bilər. Və burada Qubadlının ərazisində arxeoloji qazıntılar aparılmayıb. Zəngin arxeologiya elementlərini tapmaq mümkündür. Elə bu qalalarla bağlı bir elementi də demək istəyirəm ki, mən bunu hələ 30 il bundan qabaq müəyyən eləsəm də,
onu mətbuatda dərc elətdirməmişdim. Ona görə dərc elətdirməmişdim ki, Qubadlı işğal altındaydı. Və həmin materialın ermənilərin əlinə keçməsini istəmədiyimə görə onu çap elətdirməmiş və geniş o haqda məlumat verməmişdir. Saray kəndi ilə Poladlı kəndinin arasında olan qalaların arasında bir kurqan da yerləşir. Bu kurqanın yerini dəqiqləşdirib orada qazıntı işlə aparmaq məncə zəruridir. Çünki kurqan Azərbaycanın ərazisində, Aran rayonlarının ərazisində çox olsa da, dağlıq zonada kurqanların olması nadir hadisə kimidir. Ona görə də bu kurqan arxeoloqlarımıza çox mənfəət verə bilər, çox informasiya, məlumat çatdıra bilər. Mənim zənnimcə burada gələcəkdə arxeoloji qazıntılar aparılması lazımdır. Qubadlı 2020-ci ilin oktyabr ayında düşmənlərin işğalından azad olundu. Azərbaycanın başqa rayonları kimi Qubadlı da işğaldan azad olundu. Şükürlər olsun ki, dövlətimiz təcavüzkarları ərazimizdən qovaraq, ərazimizin, Azərbaycan ərazisinin tam müstəqilliyini və suverenliyini təmin elədi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə xalq ordusu kimi formalaşan milli ordumuz böyük şücaət göstərərək canından keçən şəhidlərimizin hesabına, qazilərimizin hesabına torpaqlarımızı azad elədi. İndi torpaqlarımız işğaldan azad olunan yerlərdə geniş quruculuq işləri başlayıb. Bu quruculuq işlərinin gedişi göstərir ki, çox yaxın bir tarixdə böyük qüvvə ilə bu zəngin torpaq, işğal altından azad olunmuş torpaqlar yenidən gül-çiçəyə bürünəcək, firavan əhalimiz yaşamağını təmin edən istehsalat sahələri yaranacaq və burada yeni quruluş, yeni bir gözəllik yaradan şəhərlər salınacaq. Mən bütün televiziya tamaşaçılarını, dinləyiciləri, Tali TV televiziyasının dinləyicilərini yəqin ki, bu quruluşda, bu quruculuq işlərində iştirak eləməyə dəvət edirəm. Mən əminəm ki, belə də olacaq. Öz rayon mərkəzimizi, kəndlərimizi də biz də abadlaşdırıb, yaşayış məskənlərimizi bərpa edəcəyik. Sağ olun. Çox sağ olun, minnətdaram sizə. Bir sual vermək istədim sizə. Deməli, siz o vaxtı Qubadlı rayonun işğal dövründə həm rayonda mühüm vəzifələrini birini tutmuşsunuz, həm rayonun müdafiəsində durmuşsunuz və işğaldan sonra da cəmaatımızın köməyində durmuşsunuz. Mümkün qədər işğal və ərəfəsi cəmaatımızın başına gələnlər, çəkilən əziyyətlər, partizan maşınların quzasında cəmaatın gəlişidir. Yəni, nələr qaldı, nələr itirdilər, bu barədə mümkündürsə. Əlbəttə, o günləri xatırlamaq biraz çətindir. Ümumiyyətlə, bayaq dedim, 5 il müddətinə Qubadlı cəmaatı erməninin qarşısında, təcavüzkarın qarşısında mərd-mərdanə dayandı. Və o boyda, o miqyasda müharibə aparılan yerdə 5 ilə yaxın müddətdə döyüşdə keçirdi. Və cəmaat bir nəfər kimi müdafiədə iştirak eləyirdi və elə şərait vardı ki, onu da deyim ki, biz təkcə ermənilərlə müharibə aparmırdıq. Bəzən müxtəlif adamların, müxtəlif qrupların davam edeyim. Biz ermənilərlə Qubadlı cəmaatı müharibə apardığı bir dövrdə həm də mənşəyi bilinməyən yerlərdən gələn adamların təxribatı ilə də üzləşirdik.
bizim ərazidə güya köməyə gələn Əlikrəm Hümbətovun bir batalyonu vardı. Tez-tez orada təxribatlar aparırdı. Bir Məhəmməd adında bir nəfər başçılığı ilə bir batalyon gəlmişdi ki, güya Qərbi Zəngəzurun kəndlərinə hücum eləyib, elə Çərəli kəndində bir atışmaya eləyib, orada onlardan da ölən oldu. Biz də o rəhbər işçini tutub gətirdik rayon mərkəzinə. Sonra o vaxtki Müdafiə Naziri ilə danışandan sonra boynunu almadı ki, mən göndərmişəm. Həmin adam isə Nazir Rəhim Qaziyevin üzündə dirəndi ki, siz demişsiniz ki, ged orada bu işləri gör, mən də gəlmişəm. Nəysə, onları çıxartdıq ki, demək istədiyim odur ki, müəyyən çətinliklər vardı. Amma ona baxmayaraq, avqust ayına qədər, 1993-cü ilin avqust ayına qədər rayonun bütün kəndləri öz yerində idi. Hamı quruculuq işləri ilə məşğul idi, kənd təsərrüfat işləri ilə məşğul idi. Rayondan şərqdə yerləşən böyük rayonlarımızın, o vaxt rayonun 30 minə yaxın vurdut əhalisi vardı. Ağdamın, Füzulinin, Cəbrayılın işğalından sonra Qubadlı yarım mühasirə vəziyyətinə düşdü. Əhalinin böyük bir hissəsinin əsir düşməsi, girov götürülməsi təhlükəsi yarandığına görə əhali məcburiyyət qarşısında rayonu tərk eləməyə məcbur oldu. Razım müəllim, məlumdur ki, işğaldan sonra, rayonumuz işğal olandan sonra siz də rayonda məsul vəzifələrin birini tutmuşsunuz. O vaxtlar, o çətin dövrdə cəmaatımız, belə deyim, çöllərdə qalan bir vaxtlarda nə kimi köməkləriniz oldu cəmaatımıza? Cəmaata ümumi köməklik dövlət tərəfindən idi. O vaxt bilirsiniz, cəmaat elə bir vəziyyətdə çıxmışdı ki, rayondan. Nə bir yatacağı götürmək imkanı olmuşdu. Çünki heç kəsin rayondan çıxmaq təşəbbüsündə və fikrində olmamışdı ki, əvvəldən əmlakının müəyyən hissəsini çıxartsın, qonşu rayonlara yaxud şəhərə göndərsin. Ona görə də əhalinin əksər hissəsi çox böyük ehtiyac içində şəhərə üz tutdu. Buna əhalinin yerləşdirilməsi məsələsi ortalığa çıxırdı. Əsasən əhalinin çox hissəsi Sumqayıt şəhərinə üz tutdu. Çünki Sumqayıt şəhərində Sumqayıt yarandığı vaxtdan Qubadlılar çox məskunlaşmışdılar. Ona görə də hamının qohumu, qardaşı vardı, oralara gəldilər. Sumqayıt şəhərində müəyyən şərait yaradıldı, yataqxanalarda, sonra hələ istifadəyə verilməmiş binalarda əhalinin çox hissəsi yerləşdi. Ümumiyyətlə, Respublikanın 42 rayonunda bizim məcburi köçkünlər vardı. Rayonlarda da bu məcburi köçkünlərdən məskunlaşdıranlar çox idi. Onu deyim ki, qaçqınlıq dövrünün problemləri elə belə adi problemlər deyildi. Çünki həm iş şəraiti lazım idi, həm dolanışıq şəraiti lazım idi, həm yer-yurt məsələsi problemi həll olunmalı idi, həm əmlak məsələləri həll olunmalı idi. Bir adam gəldi, tutaq ki, bir otaq verdilər buna, bir damın altında yaşamaq yeri verdilər, döşək yox, yorğan yox, uşaq, körpə uşaq, uşaqları məktəbə qoymaq lazımdır, münasib yerlər seçilməlidir. Problemlər saymaqla qutaran deyil, ancaq dövlətimizin köməyi ilə, yerli şəhər, rayon rəhbərliyinin, adi kənd adamlarının, ziyalıların köməyi ilə əhalimiz yerləşdi. İndi onu biz həmişə fəxrlə qeyd edirik ki, bu 30 ildən artıq çətinlik çəkməyimizə baxmayaraq, Qubadlı rayonundan nə bir qocalar evində, nə uşaq evində bir nəfər də olsun bizim sakinlərimizdən yoxdur. Məktəblərimiz tam gücü ilə fəaliyyət göstərir Sumqayıt şəhərində. Məktəb tikintisi, xəstəxana tikintisi
və müxtəlif obyektlərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin köməyi ilə ardıcıl iş aparıldı. İndi də demək olar ki, əgər rayon bütövlükdə tezliklə rayon əhalisi yerinə qayıdacaqsa, bizim müxtəlif sahələrdə, məsələn, müəllim kadrlarımız var, həkim kadrlarımız var, sonra müxtəlif kənd təsərrüfatı işçilərimiz var ki, bunlar rayona qayıdandan sonra həmin istiqamətdə iş fəaliyyətlərini davam elətdirə bilərlər. Çox sağ olun, Razı müəllim. Bir daha minnətdarıq sizə. Təşəkkür edirəm. Allah köməkdə dursun. Mən elə bilirəm ki, sizin bu bugünkü söhbətiniz tamaşaçıların böyük marağına səbəb olacaq. Sağ olun. Bir daha təşəkkür ederim. Sağ olun. Təşəkkür.